Məşhur bir kəlam var. Bir böyüyün körpə bir uşaqdan hər zaman öyrənəcəyi 3 dərs var. Əldə etmək istədiyi şey uğrunda sona qədər dirənmək, səbəbsiz yerə xoşbəxt olmaq və hər zaman məşğul olmağa nəsə tapmaq. Bu bəlkə də insan həyatının ən sadə, lakin ən unudulmuş düsturudur. Uşaq oyuncağına çatmaq üçün bütün enerjisini sərf edir. Heç bir xarici səbəb olmadan gülür və bir qarışqanı izləməklə belə dünyaya maraqla baxa bilir. Bəs sonra nə baş verir? Niyə bizdə 30 yaşın astanasında bu həyat enerjisi yox olur? Yerini ruhsuz bir mexanizmə buraxır. Uşaqlıq, yeniyetməlik və gənclik illəri bir çoxumuzun nostalji ilə xatırladığı bəlkə də ən xoşbəxt olduğumuz dövrlərdir. Bəs niyə o illər bu qədər işıqlı, bu günlər isə niyə bu qədər solğundur? Cavab sadə, lakin dərindir. Çünki o vaxtlarda biz arzularımızla yaşayırdıq. Uşaqlıq və gənclik dövrü insanın öz potensialına inandığı, kainatın qapılarını özü üçün açacağına dair sarsılmaz bir ümid bəslədiyi zamandır. O vaxtlar xoşbəxtlik bir yerə çatmaq deyil, o yerə gedən yolda xəyallar qurmaq idi. Beynimizdəki neyronlar hələ kəşf edilməmiş dünyanın həyəcanı ilə qidalanırdı. Biz o illərdə gələcəyi bir ağ kətan kimi görür və arzularımızı bir rəssam kimi ora köçürürdük. Ümid bizi ayaq üstə saxlayan, adrenalin səviyyəmizi yüksək tutan ən güclü bioloji yanacaqdır. Ancaq sonra səssiz bir fırtına qopur. İnsan yetkinlik dövrünə qədəm qoyduqca həyatı öz arzuları ilə deyil, cəmiyyətin ona diktə etdiyi şablonlarla şəkilləndirməyə başlayır. Evlilik, illərlə eyni stulda çürüməyə məhkum olduğun bir ofis, ödəniləcək kreditlər və rutinə dönmüş valideynlik. Bir çoxları üçün bu, həyatın zirvəsi kimi təqdim olunur. Lakin əslində bu, arzuların tabutuna vurulan ilk mismardır. Ətrafınıza diqqətlə baxın. 30 yaşdan sonra insanların simalarında o illər boyu yığılıb qalmış avtomatlaşma izlərini görəcəksiniz. Fiziki görünüşünə diqqət etməyən, gözlərindəki işığı itirmiş, sanki ruhu bədənindən əvvəl yaşlanmış minlərlə insan. Onların həyatı sanki bir proqramın əmrlərini yerinə yetirməkdən ibarətdir. Ofis, iş, tıxac, ev. Bu üçbucaqda sıxışan insan dünyanı dərk etmək əvəzinə sadəcə sağ qalmaq üçün funksiyasını yerinə yetirir. Bizim istirahət anlayışımız artıq fəlakət həddindədir. Həftə sonları ticarət mərkəzlərində boş-boş dolaşmaq, restoranlarda saatlarla oturmaq və bunu mədəni istirahət adlandırmaq. Bayram günlərində rayona gedirik, lakin yenə də eyni senari: restoran, kabab, şadlıq sarayı və oradan paylaşılacaq standart süni Instagram şəkilləri. Sanki bir yerə getməkdə əsas məqsəd oranın tarixi, təbiəti, ruhu deyil, sadəcə başqalarına mən buradayam mesajını ötürməkdir. Halbuki şəhərin səs-küyündən uzaqlaşıb harasa səfərə getmək, o torpağın tarixini öyrənmək, oradakı dağın, meşənin dilini anlamaq, çay kənarında oturub bir kitabın dərinliyinə qərq olmaq, kainatın sükutunda meditasiya etməkdən ibarət olmalı idi. Biz isə nəticəyə köklənmişik, prosesdən zövq almağı unutmuşuq. İnsanın mədəni inkişafı getdiyi ölkənin restoranlarını deyil, o ölkənin insanının düşüncə tərzini öyrənməklə başlayır. Amma bizə göstəriş bəs edir. Niyə bu qədər bayağılaşdıq? Çünki uşaqlıqdakı o səbəbsiz xoşbəxtlik və hər anı kəşf etmək eşqi yerini sosial təzyiqə buraxdı. Cəmiyyət bizə belə yaşamalısan deyir. Biz də kütlədən geri qalmamaq üçün eyni yolu gedirik. Kitab oxumaq, itirilmiş vaxt, təbiətdə gəzmək qəribəlik, fəlsəfi suallar vermək isə boşboğazlıq kimi qəbul olunur. Nəticədə bədənimiz yaşa dolduqca beynimiz daha da daralır. Amma dünyada əksinə nümunələr də var. Kolonel Harland Sanders 65 yaşında KFC imperiyasını qurdu. Grandma Moses 78 yaşında rəssamlığa başladı və dünya şöhrəti qazandı. Laura Ingalls Wilder 65 yaşında Kiçik Ev seriyasını yazmağa başladı və kitabları bütün dünyada bestsellerə çevrildi. Bu insanlar arzularını bitirmədilər, onlar yaşa doldum demədilər, hələ çox şey öyrənə bilərəm dedilər. Uşaqdakı o təbii maraq və mübarizə ruhu insanın özünə qayıtması üçün yeganə çıxış yoludur. Bir uşaq kimi yox, bir yetkin kimi, amma uşağın o təmiz baxış bucağı ilə dünyaya yenidən baxmağa çalışın. 30 yaş yaşlanmağın deyil, insanın öz kimliyini, əsl arzularını və dünya ilə əlaqəsini yenidən formalaşdırmağın başlanğıcı olmalıdır.
Əgər bu gün hələ də yalnız kabab və restoran mədəniyyəti ilə yaşayırsınızsa, deməli siz hələ də həqiqi dünyanı görməmisiniz. Həyat bir ofis divarı ilə restoran stolu arasında uzanan dar bir koridor deyil. O kəşf edilməyi gözləyən sonsuz bir meşə, oxunmağı gözləyən minlərlə kitab və hiss edilməyi gözləyən minlərlə dərin duyğulardır. Soruşun özünüzdən, sonuncu dəfə nə vaxt bir ağacın kölgəsində oturub, heç nə düşünmədən sadəcə mövcud olduğunuz üçün xoşbəxt hiss etmisiniz? Sonuncu dəfə nə vaxt bir tarixi abidənin qarşısında durub, bura niyə tikilib, insanlar o vaxt nə hiss edirdi deyə düşünmüsünüz? Əgər cavab yoxdursa, artıq o yaşlı ruhunuzu oyandırmaq vaxtıdır. Çünki insan arzularını və maraqlarını itirdiyi gün həqiqətən qocalır. Bu mövzunu daha dərindən anlamaq üçün fəlsəfi bir hekayəyə müraciət edək. Fyodor Dostoyevskinin Gülünc adamın yuxusu əsəri burada çox ibrətamizdir. Hekayənin qəhrəmanı gülünc adam həyatın mənasızlığını dərk etdiyini düşünür. Hər şey ona boş və əhəmiyyətsiz görünür. O intihar etmək qərarına gəlir. Amma yuxusunda başqa bir planetə düşür. Orada insanlar tamamilə fərqli yaşayırlar. Saf, xoşbəxt, arzularla dolu, bir-birinə sevgi ilə yanaşan varlıqlar. Bu yuxu onun həyatını dəyişdirir. O anlayır ki, həyatın mənası arzularımızda, sevgidə və daimi axtarışdadır. Əgər arzuları itirirsənsə, həyatını itirirsən. Dostoyevski bu hekayə ilə göstərir ki, nihilizm, yəni heç nəyə inanmamaq, heç nə arzulamamaq insanın ən böyük düşmənidir. Real həyatda da eyni şey baş verir. Arzularını itirən insan gülünc adam kimi öz içində ölür, amma fiziki cəhətdən yaşamağa davam edir. Arzular heç vaxt bitməməlidir. Yeni məşğuliyyətlər, yeni məqsədlər bitməməlidir. Bunu həyatın qayğıları bəhanəsinə bağlamaq çox mənasızdır. Böyümək başqa şeydir, yaşad olmaq başqa. Yaşad olanlar özlərini dərhal böyüdüm zənn edirlər. Amma belə deyil. Arzulamaqla, yeni kəşflər və məşğuliyyətlər ilə həyatını dolduran insan 70 yaşında da həyat dolu yaşaya bilər. Amma yəqin ki, siz də pensiyaya çıxıb axşama qədər həyətdə oturub eyni söhbətləri edib, gələn gedənə baxıb müzakirə edən yaşlı adamları görmüsüz. Halbuki bu yaşlı profilini özləri özlərinə çəkiblər və gənclərin də həyatına müdaxilə edib körlüyürlər. Halbuki yaşad olmaq dərhal kiməsə məsləhət vermək statusu vermir. Həyatı necə yaşamısan, hansı keyfiyyətləri və mənəvi kamilliyə çatmısan, məsələ budur. Heç vaxt təslim olmayın, arzularınızı bitirməyin. Özünüzə yeni hədəflər, yeni dil öyrənmək, yazı yazmaq, kitab oxumaq, ağac əkmək üçün könüllü dərnək yaratmaq, bütün dağ zirvələrinə çıxmaq, üzməyi bilmirsinizsə onu öyrənmək və s. dayandırmayın. Yalnız kitab oxumaqla qalmayın. Oxuduqlarınızı analiz edib öz şəxsi fəlsəfi bloqunuzu və ya gündəliyinizi yaradın. Həyat boyu topladığınız təcrübələri, düşüncələri və həyat dərslərini yazılı bir irsə çevirin. Bu, həm öz daxili dünyanızı nizamlamağa kömək edir, həm də gələcəyə bir iz qoymağınızı təmin edir. Ətrafınızda həyatı və kainatı müzakirə edə biləcəyiniz 3-4 nəfərlik bir dost çevrəsi formalaşdırın. Qeybət və boş söhbətlər yerinə oxuduğunuz bir kitabın, izlədiyiniz bir sənədli filmin və ya aktual bir qlobal problemin müzakirəsini aparın. İntellektual mübahisələr beyni ən çox inkişaf etdirən idman növüdür. İnternetin, süni intellektin və ya yeni rəqəmsal vasitələrin sizin işinizə və ya hobbinizə necə kömək edə biləcəyini araşdırın. Bu artıq mənlik deyil demək, qocalığın başlanğıcıdır. Bunu necə istifadə edə bilərəm sualı isə daim gənc qalmağın açarıdır. Bunları etməsəniz, öz həyatınızı və xoşbəxtliyinizi başqa insanlara bağlayacaqsınız. Uşağım böyüsün, böyük adam olsun, mən də xoşbəxt olacam. Ərim yaxşı pul qazansın, mənim qayğıma qalsın, əla olacaq. Yox, heç vaxt bunlar sizi xoşbəxt etməyəcək. Ömür boyu başqalarına yük olacaqsınız. Uşağınıza da, atanıza da, ərinizə də. Azad düşünün, öz xoşbəxtliyinizi öz arzularınıza bağlayın və durmadan özünüzü inkişaf etdirin. Xarici ölkələrdə xoşbəxt, nurani, həyat dolu yaşlılara baxanda gördüyünüz o həyatın arxasında yatan səbəb də budur. Pul və maddi imkan deyil. Pulu olub yenə iri villasında kabab yeyib, daha bahalı restorana gedib kabab yeməkdən başqa zövqü olmayan varlıya çevrilməyə çalışmayın. Kasıb olaraq da gününü xoş keçirməyə imkanlar var və bu sənin arzuların ilə bağlıdır. Arzulamağı ölənə qədər dayandırma, amma bu arzular ancaq və ancaq özünlə bağlı olsun. Kiminsə sənə nəsə edəcəyi ilə bağlı yox. Bu bizim bədbəxtliyimizdir.
Ona görə də arzuları olmayan valideynlər övladlarının həyatını zəhərə çevirir, onu öz kuklasına döndərir. Həyatın yükü bəhanə ola bilməz, çünki qayğılar həmişə olacaq. Pul, iş, problemlər, bunlar həyatın qaçılmaz fonudur. Lakin sənin mərkəzində nə dayandığı vacibdir? Qayğılar yoxsa arzular? Əgər mərkəzdə arzuların dayanırsa, o qayğılar sadəcə keçid mərhələsi kimi görünəcək. Yox, əgər qayğılar mərkəzdədirsə, o zaman sən arzularının quluna çevriləcəksən. Qərar verin, skamyada oturan və başqalarının həyatını müzakirə edən o yaşlı olacaqsınız, yoxsa hər gün yeni bir kitabın səhifələrini çevirən, hər gün bir yeni söz öyrənən, hər gün bir dağa çıxan o əbədi gənc? Həyat çox qısadır, amma onu mənalı yaşamaq üçün kifayət qədər uzun zamanımız var. Dayanmayın, arzularınızın sönməyinə icazə verməyin. Çünki arzusuz insan dünyadan keçib gedən, lakin heç bir iz qoymayan bir kölgə kimidir. Öz izinizi qoyun, çünki siz təslim olmadıqca həyat sizin üçün hələ bitməyib. Yeni bir hədəf, yeni bir addım, yeni bir sən. Başlayın, çünki ən böyük intihar arzularını itirməkdir.